Tümen vilayətində ilk dəfə neft-qaz geologiya xidməti üzrə ad qazanmış bütün Rusiya Federasiyasının elə bir ən çörəkli yerlərinin biri, onların büdcəsini dolduran yerlərdən biri neft-qazdır ki, onun yaranmasının bir nömrəli səbəbkarı bizim hörmətli həm yerlimiz, bizim qəhrəman Azərbaycan övladımız Fərman Salmanov olmuşdur. Həmən Fərman Salmanov ki, o qədər xidmətləri sahəsində onu gətirib, deməli, ən axırda mən orada olanda neft-qaz geologiya üzrə Rusiya Federasiyasında nazir müavini təyin etmişdilər. Ondan da artığına layiq idi. Onun xidmətləri ondan da artığına belə hörmət edirsiniz. Yəni, Azərbaycanlıların hələlik Rusiya Federasiyasında gördüyü xidmətlər budur. Mən indi məğzi gətirirəm ki, bugünkü müsahibəmin məqsədi nədir? Bugünkü müsahibəmin məqsədi doğrudan da biraz məni bir Azərbaycanlı kimi həm düşündürməyə vadar elədi. Həm də fikirləşdim ki, bəlkə biz biraz bu məsələyə biraz geniş miqyasla, belə hər tərəfli baxıb və bir dövlət başçımıza mı və aidiyyəti qurumlara çıxaraq köməklik istəyək. Məsələ nədən ibarətdir? Bizim həm yerimiz Samux rayonunun Qarayerik kəndində, qəsəbəsində anadan olmuş Dadaşov Emil Yahyaoğlu haqqında məlumat vermək istəyərdim. O, 1975-ci ildə Samux rayonunun Qarayerik qəsəbəsində anadan olub. Azərbaycan vətəndaşıdır. Demək, 2000-ci ildə Surgut şəhərində yaşayıb və orada ailə həyatı qurub. Onun həyat yoldaşı Qazax Almanıdır. Qazax Almanıdır. O, 2002-ci ildə onun bir qızı dünyaya gəlir, 2006-cı ildə bir oğlu dünyaya gəlir. Özü də fəhlə işləyə-işləyə, Surgutda fəhlə, neft, qaz, belə götürək, orada belə gedir də, məsələn götürək, Qaqalımda yerləşir Lukoil, mərkəzi Lukoil orada yerləşir. Lukoil bilirsiniz də, Lankepasda, Urayda, Kapaçıda, Qaqalımda çıxan neftlərin birliyindən yaranan bir qurumdur Lukoil. Onun da rəhbəri bizim həm yerimizdir Vahid Ələkbərov. Həmən qurumların birində fəhlə kimi çalışır bizim Emil qardaşımız, Yahyaoğlu. Demək, bunun iki övladı olur. Surgut şəhərində Fərman Salmanov adına lisey var. Həmən lisey deyəndə uşaqlar da məktəbə götürürlər, gimnaziya götürək. Demək, hər uşağı ora qəbul eləmirlər. Ancaq savadlı seçiləndən sonra onları ora qəbul edirlər. Belə olur ki, Emil Yahyaoğlu'nun övladlarının ikisini də ora qəbul edirlər. Qəbul eləyəndə 5-ci sinifə çatanda onun qızı adı Alinadır. Alina 5-ci sinifdə oxuyanda oranın gimnaziyanın müəllimləri görür ki, bu uşaqda o qədər fitri istedad var, dərsindən də 5 alır. Əsas o deyil, bu uşağı artıq burada Fərman Salmanov adına gimnaziya saxlamağı xeyri yoxdur. Bu uşaq qabağa getməlidir. Rusiya Federasiyasının özlərinin öz qanunlarına görə bir-birinə xəbər verirlər və həmən uşağın danların Moskvaya, Peterburqa lazım olan mərkəzi yerlərə göndərirlər ki, belə bir fitri istedadlı uşaq var, Alina adlı. Bunlar götürəndə Embu boynuna götürür ki, bəs bizdə lisey var, biz götürdük. Dövlət Universiteti. Sonra dalım sıra Bauman adına Dövlət Universiteti. Deyir, bizdə də lisey var, nəzdimizdə fəaliyyət göstərən lisey var. Fizika, riyaziyyat üzrə lisey gedir orada. Qoy orada da oxusun. Onlar da bir də Dalniprudnoy orada universitetində də onlar da dəvət edirlər. Sankt-Peterburq da dəvət edir. Sankt-Peterburq şəhərindən dəvət edirlər ki, uşağı biz qəbul edirik, uşaq bizdə oxusun. Lakin ailəsinlə belə razılığa gəlirlər, uşaq Moskvada oxusa daha yaxşıdır. Uşaq, deməli, Alina gəlir, Bauman adına, Bauman Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseyə daxil olur.
deyilənlər artıq sözdür. Həmən universiteti yeganə uşaqçı qızıl medalla qurtarır. Liseyi qurtarandan sonra onu orada istəyirlər, yenə də MQUDA, Moskva Dövlət Universitetində, Bauman'da saxlasınlar. Bütün şeylər, amma Alina onların heç birisinə qulaq asmayaraq, Alina deyir ki, mən özümün sevdiyim ixtisas üzrə oxumaq istəyirəm. Alina 2019-cu ildə özünün 17 yaşında sənədlərini verir. Deməli, bizdə belə gedir. Moskva Fizika Nüvə Təhqiqat İnstitutuna verir sənədlərini. Moskva Fizika Nüvə Təhqiqatlar İnstitutuna verir sənədlərini. Moskva, MİFU gedir orada belə. Moskva Fizika Nüvə Təhqiqat Universitetinə sənədlərini verir. 2019-cu ildə ora heç soruşmadan onların savadını görərək Alinanı qəbul edirlər. Alina 2023-cü ildə, 4 ildən sonra, deməli, fizik nüvəsi, kosmoloq ixtisası üzrə bakalavr fərqlənmə diplomu ilə həmən universiteti bitirir. O bitirəndə universitet rəhbəri istəyir onu saxlasın orada. Amma Alina qalmır. Qalmır. Deyir, mən savadımı artırmaq istəyirəm. İnkişaf elətdirmək istəyirəm. Bu azdır mənim üçün. Alina orada magistraturaya daxil olur Moskvada. İndi hal-hazırda 2-ci kursa keçir. Deməli, belə götürək, Rafael Kosti gedir də BMT-də nüvə təhqiqatlar, belə götürüm, institutunun deyim rəhbəridir. Rafael Kosti deyəsən, tez-tez görürəm, bəlkə də adını səhv deyərəm. Amma bilirəm, Rafael adı düzdür. Kosti səhvdir, düzdür. İndi harada səhv olarsa ona görə üzrxahlıq edirəm. BMT-nin yığıncaqlarında Azərbaycanın heç vaxt adı olmuyor. Çünki Azərbaycanın güclü ixtisaslı kadrları bununla əlaqədar olmuyor. Alina magistraturaya daxil olan ili Moskvada Alinanı deməli belə eləyək, xahiş edib qəbul edirlər üzvlüyə Dubna şəhərində 1956-cı ildə yaranan BMT-nin nüvə, deməli Dubna şəhərində nüvə təhqiqat mərkəzi deyilən bir yer var. Ancaq BMT-yə tabidir. Durum deyim, Moskvaya prezidentə yox. BMT-nin tərkibində 1956-cı ildə yaranan, onların da rəhbəri, həmən mərkəzin, təhqiqat mərkəzinin rəhbəri, nüvə təhqiqat mərkəzinin rəhbəri Nazim Hüseynov adlı bir Azərbaycanlıdır. Alinanı dəvət edir, ora üzvlüyə yazır. Məndə olan məlumata görə hələlik Dubna şəhərində yerləşən nüvə təhqiqat mərkəzinin özünün öz ailəsi var. Həmən ailənin tərkibi 27 ailədən ibarətdir. 27 ailədən ibarətdir. Sadəcə burada maraqlı nədir? Nazim Hüseynov, hörmətli bizim alimimiz, Alinanı qəbul eləyəndə onun savadına da, magistraturda oxuyub, 1-ci kurs qutarıb, 2-ci kursa əlasıdır özdə. Qutarmağınla uşağın gələcəkdə daha irəli addım atacağını görərək, onun gələcəkdə güclü perspektivaları olduğunu nəzərə alaraq, bizim hal-hazırda Bakı Dövlət Universitetində 27-si noyabr, bu 27-si noyabr, bu ilin 2025-ci il tarixdə Bakı Dövlət Universitetində nüvə, belə götürək, elə gedir, nüvə təhqiqat, nüvə konferansı keçirilməlidir. Belə bir şey olmalıdır Bakı mərkəzində. Bu olmalıdır. Bu konferans gedir Beynəlxalq Nüvə Konferansı adı altında. Burada yəqin ki, nüvə məşğul olan kosmoloqla, nüvə kosmoloqla məşğul olan fiziklərimiz yəqin dünyanın bütün ölkələrindən Azərbaycana gələcək. Onların məndə siyasi var. Hamısını göndəriblər. Daha ki, burada kimlər iştirak edəcək? Bunlar mənə lazımdır. Mənə lazım olan bizim 22 yaşlı balamızın savadıdır. O, bura gəlməmişdən qabaq ona burada əvvəl vətəndaşlıq verilib. Bilirsiniz də, o indi hal-hazırda Rusiya vətəndaşıdır. Atası Azərbaycan vətəndaşıdır. Alina Azərbaycanda olub indiyə kimi. O gələndə Bakı şəhərində olub, Samıqda olub, Göygöldə olub. Göygöl düzdür.
Göygöl kimi xoşuna gəlmir. Göygöl hamısından xoşuna gəlib və o indi də istəyir ki, Göygöl'ü Azərbaycanda yaşasın. Səbəb nədir? Alina bilir ki, magistraturanı qutarandan sonra gələcəkdə onun perspektivası olmayacaq. Niyə? Bilmirəm, Cenevre konferansının sonra Şveysariyada keçirilən konferansdan sonra BMT-də o dediyim Rafael və Təhqiqatlar Mərkəzinin rəhbərinin qərarıyla, yekdilliklə Rusiyanı oradan, Rusiya alimlərini bütün oradan siliblər. Rusiya-Ukrayna müharibəsinə görə. Buradan da görünür ki, gələcəkdə Alina xanımın qabağa getməsində heç bir perspektiva olmayacaq. Alina'nın şəxsi işi Türkiyə daxil olur. İstanbul Texniki Universitetinin nüvə Təhqiqatlar Mərkəzinin rəhbərinə daxil olur və onu dəvət edirlər. Atası gedir ora. Atasına deyirlər ki, uşağa hər cür şərait yaradırıq. Gəlsin bizə nə istəyir, hər şərait gəlsin burada. Bizdə istənilən şərait yaradırıq, burada həm işləsin, həm qabağa geçsin, belə. Alina oxuduğu magistratura müddətində Alinaya xəbər verirlər ki, bəs həmən universitetdə oxuduğu bakalavr, fizik, dedim məktəbinə, nüvə təhqiqatlar mərkəzi, yox, fizik, nüvə təhqiqatlar universitetində türklər gəlib dolub. Deməli, o universitetin, Texniki Universitetin rektoru da, üzr istəyirəm, həmən fakültənin də dekanıdır, ya rəhbəridir, məlumat verir ki, Türkiyə dövləti ayrıca bir neçə adam çoxlu sayda həmən universitetə göndəriblər ki, ixtisaslı kadr kimi orada yerləşdirsinlər. Alina'nın atası razı olmur, mənim qızım Azərbaycanlıdır, qızınla bir yerdə yəqin ki, razılığa gəlib, mən öz dövlətimə xidmət eləmək istəyirəm, deyir. Ona 2022-ci ildə burada, əgər oradan qutarıb bura gələcəksə, vətəndaşlıq verilir, sonra da geri götürülür. O geri götürdüyünü, yəni belə götürək də, təsdiq olunmur. O təsdiq olunmamanın səbəbi bilirsiniz, Azərbaycanda problem nədir? İndi bax, ortalığa çıxıb 5-ci kolon var, kim nədir, nə deyil. Elə bir indi hal-hazırda Azərbaycan övladlarının qabağa getməsini istəmirlər. Niyə bilmirəm? Azərbaycan idmançılarının qabağa getməsini istəmirlər. Azərbaycan idmançıları burada qabağa gedəndə özləri bezdirib, məcbur edirlər ki, buradan qaçsınlar, geçsinlər, Almaniyada trener işləsin, idmançı. Və yaxud da futbolçu, o gün biri çıxıb, Ülvi Babayev, Azərbaycan dövlətindən gedib deyib, yox, mən Dinamanın futbolçusuyum, orada qalmalıyam, orada lap yaxşı. Git oyna. Niyə yalvarırsınız? Axı, vaxtında siz onları qəbul eləməmişsiniz. İndi aşağıdan, arxadan niyə belə gedirsiniz da? O adama yalvarın ki, o adam özü öz dövlətini istəyir, öz xalqını istəyir, öz millətini istəyir, öz millətində xeyir vermək istəyir. O uşağı niyə başqa yerə yönəldirsiniz? Niyə öz siyasətinizə qarışdırırsınız? O uşaq sırf ürəklə nüvə, fizik, nüvə təhqiqatlar mərkəzində həm oran üzvüdür, həm də uşaq magistraturada 2-ci kursda çox savadlı övladımızın biridir. 22 yaşı var, qız uşağıdır. O Azərbaycanı istəyir bura gəlmək, o bura gələcək. Bakı Dövlət Universitetində keçirilən beynəlxalq nüvə konferansında da iştirak edəcək. O boyda Azərbaycan ailəsinin 27 nümayəndəsindən təzəqə bir ildiyə qəbul olunub. Bir ildir, 2 ildir yəqin ki, qəbul olunan Alina'nı Nazim Hüseynov qəbul edib ki, bunun gələcəyi var və onunla da ikisi bir yerdə, 2 dənə nümayəndə Rusiyadan gəlir, Azərbaycan belə deyim, komandasından da dəstəsindən. İkisinin adı burada qeydiyyatdan keçir və iştirak edəcəklər. Burada da daxil olan bizim hörmətli, yəqin ki, Bakı Dövlət Universitetində məndə olan məlumat verir, Sevinç xanım bu işlə məşğul olur. Biz də xahiş eləyərdik ki, Sevinç xanımdan, Sevinç xadim, anam, bacım, nə qədər bacarırsınız, onların doğrudan da o qız istəyir, Azərbaycanda qalsın, kömək eləsin. O qızın gələcəyi var, perspektivası var. Sizin əlinizdən nə gəlir? Siz də dövlət səviyyəsində məsələ qaldıraraq onun vətəndaşlıq məsələsinin həll olunmasına köməklik göstərəsiniz. İndi bu birinci tərəfi. İkinci tərəfi.
qanun tərəfində Alinanın doğrudan da indi vətəndaşlığı qəbul olunmayıb, onu bərpa eləmək istəyir. Onun bərpası üçün də bir şey lazımdır. Azərbaycan Respublikasının Elm və Təhsil Naziri vəsadət verməlidir miqrasiya xidmətinə. Qanun budur. Miqrasiya xidmətinə vəsadət verəndən sonra bütün problemlər detallar sayılır. Onu orada miqrasiya xidmətindən bizim Rusiya Federasiyasında səfirliyimiz də var, həll edəcəklər özləri. Sadəcə əlimizdə olanı saxlamağı bacaran o uşağın gələcək perspektivası var. Biz də redaksiya olaraq öz adımızdan, əməkdaşlarımızın adından orada konferansda iştirak edən Azərbaycan nümayəndəliyinə və eləcə də aidiyyəti qurumlardan xahiş eləyərdik ki, bizim Alina balamızın nüvə, beynəlxalq nüvə konferansında iştirakında köməklik eləyəsiniz. Onun Azərbaycan vətəndaşlığının verilməsinə əlinizdən gələni əsirgəməyəsiniz. Onu bizdə Elm və Təhsil Nazirində Emin Əmrullayevin bəri elədiyi nazirlikdə beynəlxalq məsələlər üzrə şöbə var. Burada elə bir problemdir, vəsadət verir, tutardı. Bir də deyirəm, heç kim fikirləşməsin ki, burada Azərbaycanda gəlib həmən bizim övladımızı başqa yerə yönəltməyin. Bu 5-ci koloniyası belə eləməyin, həvəsdən salmayın. Bunu mən bilmirəm, kimlər yaradır, kimlər qurur? Əgər hər birimizin balası başqa yerdə olsaydı, istəməzdik öz dövlətində gəlib xidmət eləsin. Azərbaycan indi inkişaf eləmiş dövlətlər sırasındadır. Baxmayaraq sayımız çox azdır, 10 milyondan biraz artıq. Amma Azərbaycana baxın, dünyanın aparıcı dövlətləri olan Amerika ilə çox gözəl münasibətlərimiz var. Çinlə gözəl münasibətlərimiz var. Aparıcı dövlətlər Rusiya ilə münasibətlər yavaş-yavaş düzəlir. Avropa ilə belə, məsələn, iqtisadi münasibətlərə gələndə tutaq ki, elə adın deyim, dünyanın 14 dövlətinə qazla təmin edir. Pakistanla münasibətlərimiz, Türkiyə ilə münasibətlərimizlə əminəm ki, bizim nüvə fizika, nüvə təhqiqat belə götürək, beynəlxalq aləmdə bizim Azərbaycanın mövqeyi, alimlərimizin öz fikrimi deyirəm. Heç kimi yox, öz fikrimi. Bilirəm ki, 0 dərəcəsində dayanmışıq. 0 deyil. Var yavaş-yavaş israflı kadrlarımızı yığağın başımıza. Yəqin ki, bunu Elmi Tədqiqat İnstitutunun rəhbər işçiləri çox gözəl bilirlər. Kadrlar lazımdır. Onlardan istifadə edin. Yəqin istifadə edəcəklər. Xarici dövlətlərdən, nüvə dövlətlərində aparıb onlar əgər yaxşı belə götürək, seminarlar keçsələr, onlar iştirak eləsələr, görün, biz də bu sahədə də bütün dövlətlərdən geri qalmarıq. Niyə qabağa getməyək? Biz yeganə dövlətik ki, 44 günlük müharibədən sonra 5 il ərzində görün, Füzuli olsun, Cəbrayıl olsun, Xankəndi olsun, Xocalı olsun, Ağdam olsun, Laçın olsun, Qubadlı olsun, Zəngilan, hamısında tikinti, qayıdış planının əsasında evlər tikirik, şəhərlər salırıq, heç kimin köməyi ilə asılı olmayaraq. Deməli, o bizim sərvətlərimiz bəs eləyir ki, biz hələ onu öz gücümüzə qurub yaradırıq. Və orada da gizlətmirəm ki, bizim Orta Asiya respublikalarının rəhbərləri gəlib hər bir ocağımızda bir məktəbmi, məscidmi və yaxud da hansısa bir obyektin tikilməsində köməklidir. Çox sağ olsunlar. Biz də Turan dövlətləri ilə birlikdə mən sayıram Türkiyədə, məsələn, Qəhrəmanmaraş şəhərinin zəlzələ uçqununda elədiyi hörmətlərə görə heç valla doğrudan bütün millət hazır idi. Belə axırıncı, valla ən axırıncı köməyini əsirgəməsin. Şükür Allah, dövlət başçısı da öz hörmətinə xatir orada bir Bakı məhəlləsi açılışında da öz baxdıq, gördük. Bu da hörmət. Bu gəlib keçən, bunlar detallar sayılır. Maddiyyətdir. Amma onların içində ən vacibi bugünkü gündə Cənab Prezidentdən bir də xahiş edirik ki, biraz daxildə də vətəndaşlarımızın yaşayış səviyyəsi artırsa çox gözəl olardı və əlavə olaraq bugünkü çıxışımı yekunlaşdırıram. Aidiyyəti qurumlardan ən vacibi Azərbaycan Respublikası Elm və Təhsil Naziri Əmrullayevdən xahiş edirik ki, bizim gələcəkdə bura gələn
Dadaşova, Alina, Emil qızının vətəndaşlıq 27-si noyabr bu ayının 22 Bakı Dövlət Universitetində keçirilən beynəlxalq nüvə konfransına iştirak edən həm yerlimizin vətəndaşlığına köməklik göstərsin. Bunun vətəndaşlıq verməsinə kömək sizdən tələb olunan yeganə vəsadət verib miqrasiya xidmətinə verilən vəsadətdir. Bundan artıq heç bir şey, bu böyük məsələ deyil. Amma uşağın adın əminəm ki, hamının evində öz balası var. Övladlarımızı yüksək maqnatların, oliqarxların elədikləri səhvlər və yaxud da siyasətlərinə qatmayalım. Övladlarımızı qatmayalım. Sağ olun, gələn görüşlərə kimi.